İbrahim Suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Elif Lem Ra. Bu bir kitabdır. Sənə nazil elədik ki, Rəblərinin izniyle çıxarasan insanları zülmətlərdən aydınlığa, güclü olan, övülməli olan Allah'ın yoluna. O Allah'ın yoluna ki, O'nundur göylərdə nə varsa, yerdə nə varsa, şiddətli bir əzaba uğrayacaq kafirlərin vay halına. O kəslər ki, dünya həyatını ahirətdən çox sevirlər, Allah'ın yolundan döndərirlər adamları və əyri görmək istəyirlər bu yolu, haqdan uzaq düşərək sapqınlıq içində vurnuxur onlar. Öz qövmünün dilində göndərdik hər peyğəmbəri, aydınlatsın ayələri soydaşlarına. İstədiyi kimsəni azdırar, istədiyi kimsəni doğru yola yönəldər Allah. Güclüdür, müdrikdir O. Musanı da göndərmişdik ayələrimizlə. Zülmətlərdən aydınlığa çıxar sən öz qövmünü. Allah'ın günlərini, köçüb getmiş qövmlərin başlarına gələnləri xatırlat sən onlara. Bunlarda şübhəsiz ayələr var. Səbr eləyən, şükr eləyən hər kəs üçün demişdik ona. Musa öz qövmünə demişdi: anın Allah'ın sizə verdiyi nemətini. Sizə işgəncə verən qadınlarınızı sağ saxlayıb oğullarınızın başını kəsən Firavun ailəsinin əlindən almışdı sizi. Böyük bir imtihana çəkmişdi sizi Rəbbiniz. Əgər mənə şükür etsəniz, artıraram sizə olan nemətimi. Küfür etsəniz, bilin şiddətlidir sizə verəcəyim əzab deyə bildirmişdi Rəbbiniz. Musa dedi: sizlər və yer üzündə kim varsa hamı küfür eləyərsə əgər, bilin şübhəsiz varlıdır, sizin şükrünüzə möhtac deyil, övülməlidir Allah. Gəlib çatmamışmı sizə, sizdən öncə gəlib gedmiş olanların, Nuh, Ad, Səmud qövmlərinin xəbərləri və o kəslərin ki, Allah'tan başqa heç kim tanımayır onları. Aşkar dəlillər gətirmişdi o nəsillərə peyğəmbərləri. Hikkəsindən dişləyib barmaqlarını, sizinlə göndəriləni biz danırıq. Nəyə səsləyirsinizsə bizi ona şək gətiririk, şübhə edirik dedilər. Göyləri yeri yaradan Allah'a mı şək gətirirsiniz? Sizi itaətə çağırır O, bağışlaya suçunuzu bir qismini və bəlli bir əcələ qədər yuvada cəzanızı dedi peyğəmbərləri. Siz də bizim kimi sadəcə bir bəşərsiniz. İstəyirsiniz atalarımızın dinindən döndərəsiz bizi. Elə isə aşkar bir dəlil gətirin, möcüzə göstərin bizim üçün dedilər. Biz də sizin kimi bir bəşərik sadəcə, ancaq istədiyi bəndəsinə nemətini verər Allah. Allah'tan izinsiz sizə dəlil gətirmərik. Qoy Allah'a güvənsinlər mömin olan kimsələr dedi peyğəmbərləri. Niyə də güvənməyək Allah'a? Yollarımızı
göstermedi mi? Verdiğiniz əziyyətə əlbəttə ki dözəcəyik. Allaha güvənsələr, güvənmək istəyənlər, kafirlər peyğəmbərlərinə dedilər: ya sizi yurdumuzdan mütləq qovub çıxardarıq, ya da siz özünüz dönərsiz dinimizə. Rəbləri də vəhiy elədi peyğəmbərlərə: biz şübhəsiz zalimları yox edəcəyik. Onlardan sonra biz sizi edəcəyik o yerlərin sakini. Məqamından, təhdidindən qorxan kimsə üçündür mənim verdiyim bu vəd. Zəfər dilədi peyğəmbərlər Rəblərindən. Sarsılıb məğlub oldu hər natərəs yekəpər. Cəhənnəmdir qabaqda beləsini gözləyən. İrinli su içirərlər ona orada. Qurtum içsə də boğazından keçməz bu su. Və ölüm də yerisə hər tərəfdən üstünə ölməz o. Bundan sonra da möhkəm bir əzaba düçar olar beləsi. Fırtınalı bir gündə əsən külək göyə sovurar külü. Çıxar əllərindən qazandıqları. Haqdan uzaq düşüb azmaq buna deyərlər. Məgər görməzmi oldun göyləri, yeri haqq olaraq yaratmış Allah? İstəsə aradan götürər sizi, başqa bir yaratdığını gətirər yerinizə. Güc olmaz bu Allaha. Allahın huzuruna yığıldı hamı. Zəiflər, tabiçilikdə olanlar, təkəbbürlük edənlərə, başçılara dedilər: biz sizə tabe idik. İndi necə azacıq da olsa belə Allahın əzabını bizdən sovuşdura bilərsinizmi? Təkəbbürlük edənlər dedilər: doğru yolu göstərsəydi bizə Allah, biz də sizi yönəldərdik doğru yola. İndi artıq qəm yesək də səbr etsək nə fərqi? Sığınacaq bir yerimiz yox bizim. İş bitən tək şeytan dedi: haqq vədimi vermişdi sizə şübhəsiz Allah. Mən də sizə vəd vermişdim, xilaf çıxdım vədimə. Sizin üstünüzdə mənim hakimiyyətim yoxdur əsla. Fəqət mən çağırdım, siz də mənə səs verdiniz. Məni qınamayın, özünüzü qınayın. Nə mən sizin dadınıza çatanam, nə siz mənim. Mənim əlimlə Allaha qoşduğunuz şəriklərə də küfür etmişdim öncədən. Ağrılı bir əzab gözləyir zalimləri. O kəslər ki, iman gətiriblər, salih işlər görüblər, içindən çaylar axan cənnətlərə girmiş onlar. Rəblərinin izni ilə oralarda əbədilik qalarlar. Bir-birinə arzuları oralarda salamdır, sülhdür. Məgər görməzmi oldun necə bir bənzətmə söyləmiş Allah? Kökü yerə möhkəm işləyən budaqları göyə ucalan gözəl bir ağac kimidir gözəl kəlam. La ilahə illallah. Hər vaxtı çatanda Rəbbinin izni ilə meyvə verər o ağac. Allah insanlar üçün bənzətmələr deyir ki, bəlkə öğüd alırlar. Pis kəlam da kökü yerdən üzülü çürük ağaca bənzər.
İman gətirənlərin imanını o möhkəm kəlam ilə dünyada və axirətdə sabit saxlayar Allah. Zalimləri azdırar Allah. Dilədiyini eləyər Allah. Məgər görməzmi oldun Allahın nemətini küfürlə necə dəyişmiş onlar? Öz qövmlərini də məhvə yuvarlatmışlar. Salmışlar cəhənnəmə. Pisdən pis bir yermiş ora. Allahın yolundan azdırmaq üçün adamları ona şəriklər qoşdular. De ki, hələlik əylənib keçinin, axır dönəcəksiniz od içinə. İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və nə alış-verişin, nə də dostluğun olmayacağı bir gün gəlməzdən öncə xərcləsinlər onlara verdiyimiz ruzidən gizlində və açıqda. Allahdır göyləri yeri yaradan, səmadan su endirən, bu su ilə yetirdiyi meyvələrdən sizə ruzilər verən, sizə gəmiləri tabe eləmiş, əmri ilə üssün dənizdə onlar, sizə çayları tabe eləmiş, öz işində olan günəşi, ayı sizə tabe eləmiş, gecəni, gündüzü sizə tabe eləmiş, hər nə istəmişsiniz vermiş sizə, saymaq istəsəniz də saya bilməzsiniz Allahın nemətlərini. Bununla belə yenə də çox zalimdir, naşükürdür insan. Bir zaman İbrahim belə demişdi: Rəbbim, bu şəhərdə, Məkkədə əmin, amanlıq yarat. Məni və oğullarımı bütlərə tapınmaqdan yayındır. Rəbbim, insanların bir çoxunu azdırar onlar. Bundan sonra kim mənə tabe olsa məndəndir. Kim çıxsa əleyhimə bilsin, sən günahlardan keçənsən, rəhimsən. Rəbbimiz, uşaqlarımdan bəzisinin sənin beyti haramının, Kəbənin yanında əkinsiz bir vadidə Məkkədə yerləşdirmişəm. Namaz qılalar orada. Rəbbimiz, elə et ki, insanların bəziləri mehir salsınlar onlara. Meyvələrdən, ruzulardan yetir onlara. Sənə şükür eləsinlər. Rəbbimiz, içimizi, çölümüzü sən şübhəsiz bilirsən. Yerdə göydə nə varsa heç bir şey Allah'tan gizli qalmaz. Həmd olsun Allah'a.